Hazırda Gürcüstanın baş prokuroru parlamentə 2025-ci ilin fəaliyyəti ilə bağlı hesabat təqdim edir. Hesabata prokurorluğun fəaliyyətinin bütün əsas istiqamətləri, həyata keçirilən cinayət siyasəti, mövcud tendensiyalar, qarşıda duran çağırışlar və gələcək plan əks olunub. Sənəddə həmçinin çirkli pulların yuyulması, mütəşəkkil və narkotik cinayətlər, qadınlara qarşı zorakılıq, şəxsi həyatın toxunulmazlığının pozulması, terrorizm, ətraf mühitə qarşı törədilən cinayətlər və həssas qrupların müdafiəsi sayəsində görülən işlərin nəticələrindən bəhs edilir. Bugün deputatlar İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişiklikləri ikinci oxunuşda müzakirə edəcəklər. Qanun layihəsinə əsasən sürücünün müəyyən edilmiş sürət həddini saatda 15 km-dən çox, lakin 30 km-dən artıq olmayacaq şəkildə aşması 100 lari əvəzinə 50 lari cərimə ilə nəticələnəcək. Sürətin 30 km saatdan 50 km saata qədər aşılması üçün cərimə 300 lari əvəzinə 100 lari olacaq. Sürət həddinin 50 km saatdan çox aşılmasına görə isə 300 lari məbləğində cərimə nəzərdə tutulur. Layihə parlamentə sürətləndirilmiş qaydada müzakirə edilir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanun layihəsi isə bugün Hüquq Məsələləri Komitəsində ikinci oxunuşda müzakirə olunacaq. Dəyişikliyə əsasən xarici vətəndaş Gürcüstandakı universitetlərdən birinə qəbul olmaq istəyirsə, hökumətin müəyyən etdiyi dil biliyini təsdiqləyən sertifikat təqdim etməlidir. Bundan əlavə, əcnəbi tələbə 90 gündən artıq müddətdə tələbə statusunu dondurarsa, bu onun yaşayış icazəsinin ləğvi üçün əsas sayılacaq. Dəyişikliklər Gürcüstan vətəndaşı ilə nikahdan sonra daimi yaşayış icazəsinin verilməsi məsələsinə də əhatə edir. Belə ki, Cinayət Məcəlləsinə yeni maddə əlavə olunur və bununla saxta nikah bağlamaq və ya belə nikahda olmaq cəzalandırılan əməl hesab ediləcək. Donald Trumpın sözlərinə görə ABŞ və İran arasında münasibətlər yaxşı istiqamətdə inkişaf edir və tərəflər ədalətli razılaşma üzərində çalışırlar. Trump bildirib ki, tərəflərin razılaşdığı əsas şərtlərdən biri İranın nüvə proqramının dayandırılmasıdır. Pensilvaniyada çıxışı zamanı ABŞ prezidenti qeyd edib ki, son razılaşmalar nəticəsində Hörmüz boğazı vasitəsilə neft daşımalarının həcmi artıb. Vladimir Zelenski bildirib ki, Ukraynanın hərbi əməliyyatları və Rusiyaya göstərilən təzyiq bu ölkədə ictimai rəyə təsir göstərir. Ukrayna prezidentinin sözlərinə görə Rusiyada artıq çox sayda insan müharibədən narazılığını açıq şəkildə ifadə edir. Zelenski həmçinin Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın bərpası konfransından danışıb. O vurğulayıb ki, Ukrayna ilə Polşa arasında münasibətlərdə konstruktiv yanaşmanın qorunub saxlanılması mühüm əhəmiyyət daşıyır. Rusiya Ukrayna ilə danışıqlara hazırdır, lakin bu proses 2022-ci ildə İstanbulda əldə olunmuş razılaşmalar əsasında aparılmalıdır. Bu barədə Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşdə bildirib. Putinin sözlərinə görə Ukrayna mümkün danışıqlarda özünü güclü mövqedə göstərməyə çalışır, lakin döyüş meydanındakı vəziyyət tamamilə fərqlidir. O həmçinin Ukrayna ilə danışıqlar üçün 2024-cü ildə Xarici İşlər Nazirliyində çıxışı zamanı səsləndirdiyi 4 əsas prinsipə diqqət çəkib. Bu prinsiplərə görə Kiyev qoşunlarını Donetsk və Luqanskdan, eləcə də Xerson və Zaporojye vilayətlərindən çıxarmalı və NATO-ya üzvlük planlarından imtina etməlidir.